Herkese salam, Kripto Azərbaycan kanalına xoş gəlmisiniz. Mən Xəlil. Bu videomuzda sizlərə yeni bir kampanya haqqında məlumat verəcəm. Bildiyiniz kimi uzun müddətdir MEX birjası ilə partnyorluq edirik. Bu birjanın Türkiyəlilərə özəl bir kampanyası var idi və mən bu kampanyanı Azərbaycana gətirdim. Əgər MEX birjasında hesabınız yoxdursa, yeni hesab açırsınızsa $35 çəkilə bilir qazanc əldə edəcəksiniz. Kampanya sizə $25 mükafat verir, $10 da mən göndərəcəm sizə. Toplamda 35 USDT kazanmış olacaqsınız. Gəlin keçək kampanyanın şərtlərinə və orada nə etməli olduğunuza. Burada da qeyd olunduğu kimi yeni yatırımcı olun və $25 qazanın. Bu çəkilə bilir bir qazancdır. Futures bonusu falan deyil. İlk 500 yatırımcı ilə limitlidir. Yəni bizim linkimizdən keçən qeydiyyat olan ilk 500 nəfər üçün keçərlidir bu etkinlik. Yeni qeydiyyat olan kimlik doğrulamasını tamamlayan və bir həftə ərzində, qeydiyyatdan bir həftə ərzində balansına ən az 100 USDT yükləyən şəxs girib Futures'da hər hansı bir işlem açır, hər hansı bir limit tələbi yoxdur əslində. Deyək ki, $50'la 3x, 2x belə açsanız dediklərinə görə yetərlidir. Burada göstərir ki, əslində Türkçe kimlik doğrulamasını tamamlamalısınız, amma bunu Azərbaycana da gətirdiyimiz üçün bizim linkimizdən keçənlər Azərbaycan kimlik doğrulama, Azərbaycan vətəndaşı olaraq yəni kimlik doğrulamasını tamamlayanda bu kampanyaya qatılmış olacaq. Kampanya ayın 30'unda bitəcək. Burada da qeyd olunub ki, ödüllər etkinlikdən sonraki 7 iş günü ərzində hesablara göndəriləcək. Sizə $25 oradan gələcək. Ondan sonra da qatılan hər kəsə $10 əlavədən mən göndərəcəm. Baxın, bunu vurğulamaq istəyirəm. Ən az $100'ın üzərindəki bir yatırım dahili transfer olmaz, MEX daxili transfer olmaz. Yəni başqa bir birjadan göndərilməlidir və vadeli işlem ücreti sıfırdan böyük olmalıdır. Futures işləminə girəndə 0%-dən böyük olmalıdır. Eyni IP-dən birdən çox hesab qeydiyyatdan keçərsə %99% ödəniş sizə gəlməyəcək. Məsələn, Binance birjasından bu hesabınıza pul göndərirsinizsə, əgər o Binance birjasından başqa bir MEX hesabınıza da pul göndərmişsinizsə, böyük ehtimalla yenə gəlməyəcək. Bu kimi durumlar multi-account məsələsi olur artıq. Bu durumda da təəssüf ki, hər hansı bir ödəmə almırsınız. İlk dəfə qeyd olacaq istifadəçilər üçün başlanğıc üçün 60 manat, yəni $35 məncə olduqca yaxşıdır. Bu videonu izləyənlərdən bəlkə bilməyən olar, qısa olaraq göstərəcəm ki, biz burada nə etməliyik. Linkimiz budur. Linke girəndən sonra şimdi kaydolun bölümünə tıklayaraq mailinizdən və yaxud da ki, telefon nömrənizdən qeydiyyatdan keçirsiniz. Daha sonra depozit bölümünə girərək on-chain depozit seçirsiniz. Burada USDT-ni seçdiniz. Blockchain olarak Binance Smart Chain, Tron, ARB, Aptos, Ethereum hər hansı bir blockchain seçirsiniz. $101 minimum. Çünki $100'ın üstündə olsun. Yatırım edirsiniz hesabınıza. Ardından Futures bölümünə girirsiniz. USDT M Futures'a girdik. Burada bəzi paritelərdə 0% işlem ücreti var. Onlarda işlem açmamalısınız. Hər ehtimala qarşı bir neçə paritədə 1-2 işlem açsanız məncə sizin üçün daha garanti olar. Düzdür, dedilər ki, balansınızı burada saxlama şərti yoxdur, yatırdığınız $100 yəni. Amma mənim şəxsi fikrim o olardı ki, 2 gün 3 gün boyunca saxlasanız məncə daha yaxşı olar. Videonu çox uzun tutmayacağım. Olduqca bəsitdir, çox asandır əslində. Yeni qeydiyyat olan istifadəçilərə MEX $25 verir, $10 da biz veririk, toplamda $35 mükafat kazanırsınız. Bunun üçün nə etməlisiniz? Qeyd etdiyim linkdən qeydiyyatdan keçib kimlik doğrulamasını tamamlamalısınız. $100'ın üstündə bir yatırım eləməlisiniz və Futures'da 1-2 ədəd işlem açmalısınız. Həcmin heç bir əhəmiyyəti yoxdur. Hər hansı bir sualınız olarsa videonun yorumlar bölümünə və yaxud da bizim Telegram kanalımıza qoşulub suallarınızı verə bilərsiniz. Bu video qəti şəkildə yatırım tövsiyəsi deyil. Sadəcə birjanın Türkiyə üçün olan etkinliyini Azərbaycana gətirmişəm və düşünürəm ki, Azərbaycanlı traderlar da, istifadəçilər də bundan yararlanacaq. Videomuzu bəyənib kanalımıza abunə olmağı unutmayın və bildirimləri də açın ki, yeni videolardan xəbəriniz olsun.